Abonentlər qaz sayğaclarına diqqət yetirməlidirlər, çünki bəzi qaz sayğacları 5 il istismar müddətini başa vurduqdan sonra 1 kubmetr əvəzinə 2 kubmetr qaz sərfini qeyd edir. Söhbət əhali qrupuna aid olan abonentlər üçün quraşdırılan Elster G4 markalı qaz sayğacından gedir. Belə olan halda abonentlər istifadə etdikləri sayğacın istehsal tarixinə xüsusi diqqət etməlidirlər. Ekspertlər bildirir ki, bu tipli qaz sayğaclarının istismar müddəti 15 ildir. 5 il isə cihazların dövrü yoxlama müddətidir. 5 il istismar müddətində qaz kəmərlərinin içində olan yad cismlər, deməli, korroziya qalıqları, toz, neft məhsulları onların içərisinə daxil olub, dişli çarxların arasına dolur və onun yazma, yəni dəqiqliyini pozur. Qaz sayğacları heç vaxtı çox yaza bilməz, ancaq az yazmağı mümkündür. Azəriqazdan isə bildirildi ki, məişət tipli qaz sayğacları 5, sənaye tipli qaz sayğaclarının isə 3 ili tamam olduqdan sonra çıxarılaraq növbəti dövlət yoxlanışına göndərilir. Əhali istehlakçılarının ünvanında məişət tipli qaz sayğaclarının dəyişdirilməsi qaz paylayıcının, yəni SOCAR Azərqaz İstehsalat Birliyinin vəsaiti hesabına təmin edilir. Dövrü yoxlama müddəti tamam olan sayğacların 1 kubmetr əvəzinə 2 kubmetr yazması məntiqsiz və əsassızdır. Bu cür əsassız yazılar birliyin işgüzar nüfuzuna xələl gətirir. Qeyd edək ki, sayğacların göstərici mexanizminin içərisində istehsal tarixi yazılır. Əgər istehsal olunan tarix 5 ili keçibsə, yerli qaz istismarı idarəsinə müraciət edərək həmin sayğacın istismara yararlı olub-olmamasını və ya dəyişdirilməsini tələb etmək olar.